Dostlar, deməli, mənə çoxlu suallar verirlər ki, bir işdə, bir biznesdə uğur qazanmaq üçün nə etməliyəm? İstənilən bir işdə, biznesdə uğur qazanmaq istəyirsinizsə, bu 4 resursa ehtiyacınız var, 4 elementə ehtiyacınız var. Əgər siz bu 4 element yoxdursa sizdə, həmin işə başlamağınızı məsləhət görmürəm. Birinci element puldur. Mütləq şəkildə əgər siz bir biznesə daxil olmaq istəyirsinizsə, başlamaq istəyirsinizsə, sizə pul lazımdır. İkincisi networkdur. Yəni ətraf mühit, sizin tanışlarınız. Üçüncüsü təcrübədir. Siz həmin sahədə təcrübəniz olmalıdır. Dördüncüsü isə özgüvəndir. Yəni özünüzə inamınızdır. Baxın, mən sizə bir misal çəkim. Sizin deyək ki 1 milyard pulunuz var, Mark Zuckerberg'in də 1 milyard pulu var. Siz yeni bir sosial şəbəkə yaratmaq istəyirsiniz. Instagram kimi ola bilər, Facebook kimi ola bilər. Mark Zuckerberg də yeni bir sosial şəbəkə yaratmaq istəyir. Hər ikinizdə də eyni miqdarda pul var. Sizcə hansınız daha uğurlu ola bilərsiniz? Yəni ki, hansınız risksiz formada, qarantiyalı formada siz bu işdə uğur qazana bilərsiniz? Sözsüz ki, Mark Zuckerberg. Nəyə görə? Çünki onun təcrübəsi var, bilgisi var, artıq bu işi görüb, özgüvəni var və eyni zamanda onun networku var. Yəni lazım olan insanları network, yəni ki, proqramistləri və bir çox lazım olan insanları bir yerə yığıb, yəni hər hansı yeni bir sosial şəbəkəni çox qısa müddətdə belə deyə aça bilər. Ona görə mən yəni bir biznesə başlamamışdan öncə məsləhət görürəm ki, nə etmək lazımdır? Əgər sizin pulunuz varsa, sizdə bu digər 3 element yoxdursa, onda siz hər hansı bir sahədə uğur qazanmış olan insanlarla şərik girməlisiniz. Hər hansı bir, yəni ki, biznes, yəni daxil olmaq istədiyiniz biznesə. Ya da ki, siz baxın, görün, sizin hansı sahədə təcrübəniz var, hansı sahədə bilginiz varsa, həmin o təcrübəyə əsasən həmin sahəyə daxil olun. Əgər yox, heç bir təcrübəniz yoxdursa, yalnız əlinizdə pulunuz varsa, o pulun batmaması üçün risksiz formada siz uğur qazanmaq istəyirsinizsə, o zaman hər hansı girmək istədiyiniz bir biznes sahəsində, iş sahəsində siz baxın, adamlar tapın, həmin adamları axtarın ki, həmin insanlar həmin sahədə təcrübələri var və həmin insanların artıq siz onlarla şərik olduğunuz zaman adamın təcrübəsi olacaq, çünki o işi görüb, özgüvəni olacaq və network olacaq və siz o insanlarla iş gördükcə siz eyni zamanda nəinki qazanacaqsınız, sizin özünüz də təcrübə qazanacaqsınız, sizin özünüzün özgüvəniniz artacaq və siz eyni zamanda networkunuz da olacaq. Ona görə dediyim kimi risksiz formada bir işə girişməmişdən öncə min ölçüb bir biçmək lazımdır və düzgün insanlarla biznesə daxil olmaq lazımdır.